Rivayət vücudu mübarək İmam Sadiqdən Həzrət buyurur, mən əradəllah, hər kəs üçün Allah iradə eləyə. Allah iradə eləyə, yəni Allah istəyə bizat verə. Mən əradəllah, Allah hər kəs üçün iradə eləyə. Nə mənə? Mən əradəllah behi, Allah behil xeyr oxuyarıq, amma در həqiqət behi əl-xeyridir. Behil xeyr, yəni behi əl-xeyr. Allah iradə eləyə bir şəxsə, behi o adama əl-xeyr. Əlif-lam istilahən bunu sadə edirəm. Biz tələbələr deyirik ki, əlif-lam istiqraqdır. İstiqraq yəni nə mənə? Əlif-lam cinsidir. Misal vursam həll olar. Məsələn, namaz qılanda Sure-i Həmdin əvvəlində deyirik Elhamdülillahi Rabbil Aləmin. Elhamdülillahi Rabbil Aləmin, yəni tamam həmdlər. Hər yerdə bir gözəllik tərif olsa, o Allahınkidir. Məsələn, baxıram bir dənə abşara, deyirəm nə gözəldir abşar, der həqiqət deyirəm Allah gözəldir. Niyə? Çünki abşarın xaliqi zat-ı hədiyyətdir. Baxıram bir daha dağa, deyirəm dağ nə gözəldir. Dağı demirəm, filvaqe kimi deyirəm, Allahı deyirəm. Baxıram bir daha gülə, deyirəm gül nə gözəldir. Der həqiqət kimi deyirəm, zat-ı əqdəs ilahı deyirəm. Elhamdülillahın mənası budur. Yəni tamam həmdlər, tamam sitayişlər Allahınkidir. Burada da əliflam istiqraqdır. Əliflam cinsidir. Behi əl-xeyr, yəni Allah bir adama istəyir tamam xeyratı verir. Tamam خوبی ها. Xeyratdan murad nə mənə gözəllik var, nə mənə zibایی var. Xeyrat cəmdir, bir kəlmədir ki, hər zada dəlalət elər. Xeyirdir, yəni zibadır, gözəldir, mühəssəndir, hər zat bunun içərisindədir. Deyərlər, filan kəs atasının haqqında xeyrat veribdir. Yəni nə mənə, yəni ehsan veribdir. Xeyr, yəni zibai, xubi, gözəllik. Xeyirdir, yəni yaxşıdır, gözəldir. Baxın, Həzrət İmam Sadiq buyurur, mən əradəllah, yetirə bilsəm, çox ləzzət elərik. Mən əradəllah, Allah hər kəs üçün iradə eləyə, behi, o adama verə, nə mənə? Əl-xeyrat, tamam xeyr verə. Mən əradəllah behil xeyr. Allah tamam xeyratı, tamam xubihanı istəsə verə bir nəfərə, fəqət bir iş görər Allah. Havasını cəm elə. Fəqət bir iş görər Allah, ikinci işi görməz. Nə iş görər ağa? Qəzəfə. Qəzəfə yəni düyünlər. Əqd də əqədə kəlməsi və qəzəfə ikisi bir məniyədir. Amma qəzəfə o düyünləmə deyirlər ki, də açılmaz. Əqd açılar. Baxın, məsələn, indi deyirik filan kəsə əqd oldu, sabah təlaq verdi. Oldu, əqd açıldı da. Amma qəzəfə o düyünləmə deyirlər, o möhkəm bağlamağa deyirlər ki, açılmaz. Baxın, İmam Sadiq buyurur, mən əradəllah, behil xeyr. Allah istəyə bir nəfərə tamamı xeyrat aləmi verə, tənha bir iş görəcək. Qəzəfə, qərar verəcək. Fi qəlbihi, o şəxsin qəlbində Hubbəl Hüseyn əleyhissalam. Kulli xeyratı Allah istəsə verə biləvə, mömin keyf eləcəkən. Kulli xeyratın zəminəsini fərahəm eləmək budur ki, məhəbbət İmam Hüseyin salar qəlbivə. Olarsan muhibb İmam Hüseyin. Olarsan aşıq İmam Hüseyin. Qutuldu.